Tamam, herkes salamlayıram. Deməli, genetikadan, dim test toplusundan genetika dərsinin 150-dən 193-ə qədər, yəni sona qədər olan testlərinə baxacağıq bugün. Deməli, 150-də qalmışdı. 150-ni demişdik, 151-də qalmışdıq. 151 ilə davam edirik. Hansı genlər arasındakı Krasingover tezliyi minimal soruşur? Biz demişdik ki, Krasingoverin məsafə ilə asılılığı düz mütənasibdir. Yəni, nə qədər məsafə çox olarsa, Krasingover o qədər sürətli yaxşı keçmiş olacaq. Burada isə minimal dediyinə görə biz daha yaxın məsafədə olanları seçməliyik. Baxaq buraya A ilə Y uzaq məsafə olduğuna görə götürmürük. Amma baxın C ilə D. Deməli, C ilə D bir-birinə daha yaxın olduğuna görə bunlarda Krasingover ehtimalı daha az olmuş olacaq. 152-yə baxaq. Ev milçəyinin bədəninin boz rəngi böyük hərflə verib. Deməli, boz rəng neymiş? Dominant imiş. Qara rəngi isə resessiv formaymış. Və normal qanat böyük B yazırıq. Normal qanat böyük B ilə. Rudiment qanadı isə kiçik B ilə yazırıq. Və bizə deyir qara rəngləri və normal qanatları olan iki ev milçəyi. Qara rəng normal qanat deyirsə, mən bunun genotipini necə yazacağam? Deməli, qara rəng dediyinə görə kiçik yağlarla, normal qanat dediyinə görə böyük B yazıram, amma yanına hələ ki boş buraxıram, çünki bilmirəm ki, bu homozigot yoxsa heterozigot normal qanatdır. Və baxıram, övladlara baxacağım indi. Deməli, baxıram övladların hamısı qara rəng olub. Deməli, valideynlərin hər ikisi dedik kiçik A ilə olacaq. Və normal qanad olduğuna görə qarşısını hələ ki boş buraxıram. Deməli, övladlardan 4də 3-ü necə olub? Normal qanad olub. 4də 1 isə rudiment. Rudiment qanad nə idi? Kiçik B, kiçik B. Əgər ki, rudiment qanad üzə çıxıbsa, deməli, hər iki valideyndə bu resessiv əlamət, yəni rudiment qanad əlaməti olmuşdur. Deməli, baxaq cavablarımızdan hansı cavab uyğun olacaq? B variantı uyğun olmuş olacaq. 53 ilə davam edirik. E milçəyinin də bədənin boz rəngi qara rəng üzərində yenə həm eyni şəkildə deyir. Bir də yazmayaq, bura baxaq. Deməli, yenə boz bədən dominantdır. Qara rudiment, normal qanat yenə dominant. Rudiment qanatı isə resessivdir. Və bizə deyir ki, birinin qanadı normal, digərinin rudiment olan iki qara bədənli ev milçəyi çarpazlaşmışdır. Baxın, qara bədənli dediyinə görə mən bunu kiçik A kiçiyə yazıram. Amma birinin bədəni rudiment qanat olduğuna görə kiçik B yaza bilərəm. Amma digərində yenə qaradır, amma normal qanatlı deyə mən bunun hələ ki qarşısına boş buraxım. Və hibridlərə baxıram. 2də biri normal, 2də biri isə rudiment qanat. Əgər dediyim kimi rudiment qanat üzə çıxıbsa, yəni kiçik B-lər üzə çıxıbsa, valideynlərin hər ikisində bu kiçik B geni olmalıydı. Deməli, baxırıq cavablarımızdan eləyəcək D variantı. 54-dən davam edir. 54-də hexaploid noxud bitkisinin qametində toxumun rəngini müəyyən edən neçə gen olub? Əgər somatik hüceyrədə, yəni bədənində 6 gen varsa, qametində 3 gen olacaq və elə rəngi də müəyyən edən 3 dənə gen olmuş olacaq. Tetraploiddə də eyni şəkildə. Tetraploid 4 gen isə qametində 2 gen olacaq və rəngi müəyyən edəndə 2 dənə gen olmuş olacaq. 2 dieterizigot fərdin çarpazlaşması zamanı nəsildə fenotipə görə parçalanma 8-2-2 nisbətində olmuşdursa, bu mülahizələrdən hansı bu nəticəni izah edə bilər? Baxaq, elə A variantına baxaq. 2 dieterizigot deyirsə, mən yazıram. Böyük A, kiçik A, böyük B, kiçik B çarpazlaşır. Böyük A, kiçik A, böyük B, kiçik B. Bu qamet olaraq verəcək böyük A, böyük B. Böyük A, kiçik B, kiçik A, böyük B, kiçik A, kiçik B. Eyni şəkildə bu fərddə verəcək böyük A, böyük B, böyük A, kiçik B, kiçik A, böyük B, kiçik A, kiçik B. Və mənə deyir ki, valideyn formalarından birinin kiçik A, B genotipi qameti yaşamaq qabiliyyətinə malik olmazsa, bu genotip, fenotip bizə çıxa bilər. Baxaq, gəlin yoxlayaq. Bir valideyndən bunu silsəm mən hansı fenotipləri alaram? Fenotip soruşurdu bizdən. Deməli, hansı fenotipləri alaram? Deməli, baxaq, gəlin bir alınacaq. Bundan bu çarpazlaşarkən böyük A, böyük A, böyük B, böyük B. Sonra bundan bu çarpazlaşarkən alınacaq böyük A, böyük A, böyük B, kiçik B. Sonra bu çarpazlaşacaq. Böyük A, kiçik A, böyük B, böyük B. Sonra isə bu böyük A, deməli, kiçik A, böyük B, kiçik B fərqləri alınmış oldu. İndi isə bunu çarpazlaşdıraq. Deməli, baxaq nə alınacaq? Alınacaq yenə böyük A, deməli, böyük A, böyük B, kiçik B. Sonra bunu çarpazlaşdırsaq alınacaq böyük A, kiçik B, kiçik B.
Mən qələmin rəngini dəyişim, daha rahat görə bilək. Deməli, sonra bununla bunu çarpazlaşdırsam alınacaq böyük A, kiçik A, böyük B, kiçik B. Sonra isə bundan çarpazlaşdırsam yenə alınacaq böyük A, kiçik B alınmış olacaq. Sonra növbəti bu fərd yaşamadığına görə qaldı bir dənə bu fərdimiz. Bu fərdimizlə çarpazlaşdıraraq alsaq, alınacaq yenə böyük A, deməli kiçik A, böyük B, böyük B. Böyük A, kiçik A, böyük B, kiçik B. Kiçik A, deməli, bir saniye ben hansını unuttum burada. Buna çarpazlaştırdım, buna çarpazlaştırdım. Aha buna. Böyle küçüğe büyük bir büyük bir de küçüğe büyük bir küçük bir. Mənə fenotip olarak soruşursa ya tam dominantlıqdır varsa burada deməli baxırıq neçə fenotip alınır. Gəlin indi baxaq, sayaq. Baxaq. Baxın, bu olacaq sarı hamar. Sarı hamar 2 ədəd, 3 ədəd sarı hamar, 4 ədəd sarı hamar, 5 ədəd sarı hamar. Sonra baxaq burada 6 sarı hamar, 7 sarı hamar, 8 sarı hamar. Deməli, fenotipcə 8 dənə oldu sarı hamar. İndi baxaq, deməli, sarı qırışıqlara. Baxaq, bir dənə burada sarı qırışıq və bir dənə də burada sarı qırışıq. Cəmi oldu 2 dənə sarı qırışıq. İndi isə yaşıl hamarlara baxaq. 1 və 2. Deməli, tapdıq 2 dənə də yaşıl hamar. Doğrudan da əgər bir fərdin kiçik A, B qaməti yaşama qabiliyyətini itirərsə, doğrudan da 8, 2, 2 nisbətində fenotip alınırmış. Elə cavabımız ona görə olacaq. Deməli, A variantı. İndi isə bunu silək ki, rahat görə bilək. Deməli, baxaq indi. Deməli, nə hansı variant oldu? 56 olacaq A variantı. İndi isə sor baxaq 57-yə. 57-də 2 heterozigot fərdin çarpazlaşması zamanı alınan nəsildə 5, 3, 3, 1 nisbəti olmuşdur. Bu mülahisələrdən hansı doğrudur deyir. Nə zaman daha doğrusu baş verər deyə soruşur. Gəlin baxaq, bu hansı nə zaman baş verəcək? Bu valideynlərdən hər hansı birində böyük A ilə böyük B genotip və qameti əgər yaşama qabiliyyətinə malik olmazsa, bu deməli nisbət alınacaq. Baxaq görə elə cavabımız varmı? Bəlidir. Olacaq Y variantı. Gəlin indi bunun açılışını mən yazım sizə. Eyni şəkildə az öncəki kimi mən yenə qamet alacağım. Deməli, bu fərdin qametini yazaq. Böyük A, böyük B, böyük A, kiçik B, kiçik A, böyük B və kiçik A, kiçik B. Bu fərdin də qametini yazsam, deməli, yenə yazacağım. Böyük A, böyük B, böyük A, kiçik B, kiçik A, böyük B və kiçik A, kiçik B olacaq. Və bu fərdlərdən birinin bu böyük A, böyük B istiqaməti yaşamazsa və mən bir-bir bu fərdləri bir-birinə çarpazlaşdırsam, gəlin burada çarpazlaşdıraq, alacaq böyük A, böyük A, böyük B, kiçik B. Yəni mən bununla bunu çarpazlaşdırıram. Sonra bundan indi bunu çarpazlaşdıracağım. Alacağım böyük A, böyük A, böyük B, yine küçük B, yok küçük B, küçük B üzr istəyirəm. Sonra buna vuracağım, alacağım böyük A, küçük A, büyük B. Düz yazım. Küçük B. Sonra ise buna vuracağım, yine alacağım böyük A, küçük B, küçük B. Bunu vurdum, indi ise buna keçirəm. Ben yine alacağım böyük A, küçük A, büyük B, büyük B. Bir saniye, burada düşmeyecek. Aha. Büyük bir olacak. Biraz kenardan yazacağım. Yazaq. Deməli olacaq böyük A, deməli kiçik A, böyük A. Kiçik A, böyük B, küçük böyük B. Sonra ise buna çarpazlaşdıracağım. Yine alacağım. Deməli böyük A, küçük A, böyük B, küçük B. Sonra ise bundan çarpazlaşdıracağım. Alacağım deməli küçük A, böyük B, büyük B. En sonuncunu çarpazlaştıranda alacağım küçük A, büyük B, küçük B. İndi ise en sonuncunu çarpazlaştıraq alacağıq. Büyük A, küçük A, büyük B, küçük B. Büyük A, küçük A, küçük B, küçük B. Küçük A, büyük B, küçük B. Bir de en sonuncu hər iki əlaməti görə resessiv, küçük A, küçük B, küçük B. Baxaq görək doğrudan da burada fenotipə görə parçalama 5, 3, 3, 1 nisbətində olurmu? İndi gəlin baxaq. Deməli, baxaq, bax, bu sarı hamar 1 ədəd. Sonra, deməli, 2 ədəd burada sarı hamar.
3 ədəd burada, 4 ədəd burada, 5 ədəd burada. Deməli, nə aldıq? 5 ədəd sarı hamar. İndi gəl sarı qırışığa baxaq. 1 ədəd, 2 ədəd, 3 ədəd. Başqa varmı? Xeyr, yoxdur. 3 ədəd oldu sarı qırışıq. Yaşıl hamarlara baxaq. 1, 2, 3. 3 ədəd də oldu yaşıl hamar və 1 ədəd də olacaq yaşıl qırışıq. Doğrudan da fenotip necə olacaq? 5, 3, 3, 1 nisbəti olmuş olacaq. Deməli, doğrudan da cavabımız Y variantı olmuş olduğunu təsdiqlədik. Gəlin indi 157-yə baxdıq, 158-dən davam edək. 158-də Mendelin notlarında apardığı dihibrid çarpazlaşma zamanı F2 nəslində sarı və yaşıl notların sayı nisbəti 4-dən 1-ə nisbətdir. Xeyr, 9 ədəd sarı, 12 ədəd sarı alınır, 4 ədəd yaşıl alındığına görə 4-1 nisbəti eləmir. Cavabımız A səhvdir. Sonra keçək deməli B-yə. Hər iki əlamətə görə homozigot və bir əlamətə görə heterozigot notların sayı bərabərdir. Xeyr, bərabər olmayacaq. Sonra hər iki əlamətə görə homozigot və diheterozigot notların sayı bərabər olacaq. Hər iki əlamətə görə, bəli, hər iki əlamətə görə homozigotlarda 4 ədəddir. Çünki böyük A, böyük A, böyük B, böyük B. Böyük A, böyük A, kiçik B, kiçik B. Kiçik A, kiçik A, böyük B, böyük B. Bir də kiçik A, kiçik A, kiçik B, kiçik B. Hər iki əlamətə görə homozigotlar 4 ədəddir. Diheterozigotlarda, yəni böyük A, kiçik A, böyük B, kiçik B-də 4 dənə olmuş olduğuna görə bunların sayı bir-birlərinə bərabər olmuş olacaq. 59-dan davam edək. 59-da Mendelin notlarında apardığı dihibrid çarpazlaşma zamanı F2 nəslində. Baxaq görə F2 nəslində bizə nə soruşur? A-da deyir ki, sarı notlar yaşlı notlardan 4 dəfə çoxdur. Xeyr, 4 dəfə çox deyil. A variantı səhv olacaq. Bir əlaməti, çünki niyə 4 dəfə çox deyil? Sarı notlar 12 ədəd alınır, yaşıl notlar isə 4 ədəd alındığına görə 3 dəfə çox olmuş olur. B-də bir əlamətə görə heterozigot notların sayı yaşıl notların sayından 2 dəfə çoxdur. Düzdür, bir əlamətə görə heterozigot notların sayı 8 ədəd olduğu üçün, yaşıl notların sayı 4 ədəd olduğu üçün ondan 2 dəfə çox olmuş olacaq. 160-dan davam edək. Çarpazlaşma zamanı dişi orqanizmin böyük B, böyük A, böyük B, erkəyin isə kiçik A, kiçik B tipli qameti yaşamazsa. Baxın, hər ikisi 2 əlamətə görə diheterozigot olduğuna görə mən burada qametləri yenə alacağım. Yenə qametləri alacağım. Deməli, bu hansı qameti verəcək? Verəcək böyük A, böyük B, böyük A, kiçik B, kiçik A, böyük B, bir də kiçik A, kiçik B. Bu dişi fərdin verdiyi qametdir. İndi isə erkək fərdin verdiyi qametləri yazaq. Yenə böyük A, böyük B, böyük A, kiçik B, kiçik A, böyük B, kiçik A, kiçik B. Deyir ki, dişinin böyük AB-si yaşama qabiliyyətini itirər. Erkəyə isə kiçik AB-si yaşama qabiliyyətini itirər. Və bu zaman əmələ gələn nəsildə fenotipə görə parçalanmanı soruşur. Gəlin indi bir-bir bunları çarpazlaşdıraq. Burada yer olduğu üçün aşağıdan yazacağım. Deməli, alınır. Böyük A, böyük A. Çünki bunu başlayaq bir-bir vuraq. Böyük A, böyük A, böyük B, kiçik B. Böyük A, böyük A, kiçik B, kiçik B. Sonra böyük A, kiçik A, yenə böyük B, kiçik B. Və deməli, bunu çarpazlaşdırıb keçirik kiçik A-lara. Alacaq kiçik A, burada böyük A yazmadım ha. Böyük A, kiçik A, böyük B, büyük B. Sonra alınır büyük A, küçük A, büyük B, küçük B. Sonra ise alınacak küçük A, küçük A, büyük B, büyük B. Sonra en sonuncunu çarpazlaştıraq. Alacağıq büyük A, küçük A, büyük B, küçük B. Sonra alacağıq büyük A, küçük A, küçük B, küçük B. Və ən nəhayət küçük A, küçük A, büyük B, küçük B. Baxaq, indi fenotipə görə parçalanma neçə olacaq? Deməli, fenotipə görə parçalama tapsaq, bir dənə sarı hamar burada. Biri də burada. 2, 3, 4, 5. 5 ədəd sarı hamar tapdıq. Yazırıq. 5 sarı hamar. Bir ədəd sarı qırışıq burada, biri də burada. 2 ədəd də sarı qırışıq. 2 sarı qırışıq. Və bir dənə bu, bir dənə də bu. 2 ədəd də olacaq yaşıl hamar. Deməli, fenotipə görə parçalanma nə oldu? 5, 2, 2. Deməli, olacaq cavabımız C variantı.
161 ilə davam edək. 161-də bizə nəyi soruşur? Baxaq. Burada da eyni şəkildə dişi orqanizmin burada isə böyük A, böyük B və erkəyin isə kiçik A, kiçik B tipli qamet yaşaması burada genotipə görə parçalanma verir. Yəni ə, eyni fərdlər alınacaq, amma genotipə görə parçalama necə olar? Gəlin indi baxaq. Deməli, bax burada bir ədəd alındı böyük A, böyük B, kiçik B. Sonra 2 ədəd bunlar alındı. Qələmin rəngini dəyişim. 2 ədəd deməli böyük A, kiçik A, böyük B, kiçik B. Yəni bunlar alındı. Bir ədəd bu alındı. Sonra daha doğrusu burada da biri var. Gəlin bunu buradan aydın yazaq. Bunu silək. Burada biraz qarışıq oldu. Daha aydın yazaq. Deməli. Yenə yazırıq. Əgər deməli hansı qametləri verər? Bu fərddən gedirik. Söhbət. Deməli böyük A alınacaq. Yəni dişinin verdiyi qameti yazıram. Böyük B, böyük A, böyük B, böyük A, kiçik B. Kiçik A, böyük B və kiçik A, kiçik B. Bəs erkək fərd hansı qametləri verir? Eyni şəkildə böyük A, böyük B, böyük A, kiçik B, kiçik A, böyük B və kiçik A, kiçik B. Dişinin ABC yaşama qabiliyyətini itirər. Erkəyin isə kiçik ABC. Deməli, bu zaman hansı genotiplər alınır? Biz yenə çarpazlaşdırsaq, alarıq böyük A, böyük A, böyük B, kiçik B. Böyük A, böyük A, kiçik B, kiçik B və böyük A, kiçik A, böyük B, kiçik B. Sonra isə bunu çarpazlaşdıraq, alacağıq böyük A, kiçik A, böyük B, böyük B. Sonra böyük A, kiçik A, böyük B, kiçik B. Sonra nə alacağıq? Bir də alacağıq. Deməli, kiçik A, böyük B, böyük B. İndi isə sonuncunu çarpazlaşdıraq. Alarıq böyük A, kiçik A, böyük B, kiçik B. Böyük A, kiçik A, kiçik B, kiçik B və kiçik A, böyük B, kiçik B. Deməli, baxaq burada da alınan genotiplərə. Bax, bir ədəd bundandır. Böyük A, böyük B, kiçik B. Baxaq, böyük A, kiçik B, kiçik B başqa varmı? Xeyir, yoxdur. Ona görə bir ədəd də bundandır. Heterozigotlar, yəni böyük A, kiçik A, böyük B, kiçik B. Bir ədəd burada, bir ədəd burada, biri də burada. Neçə ədəd oldu? 3 ədəd. 3 ədəd də burada oldu. Böyük A, kiçik A, kiçik B, kiçik B. Başqa var mı? Baxırıq. Yoxdur. Bir ədəd də burada. Bundan da eyni şəkildə yoxdur. Biri burada. Bundan da yoxdur. Bundan da yoxdur. Deməli, genotipə görə parçalamamız necə olacaq? Gəlin indi sayaq. 3, 1, 1, 1, 1 və 1. Burada da 1. Deməli, bir dənə 3, 6 dənə 1 olmuş olacaq. Baxaq elə cavabımız, bəli, burada var. Deməli, olacaq cavabımız 61-də B variantı. 62 ilə davam edək. Yenə burada da bizə nə soruşur? Gəlin baxaq. Bu zaman isə deyir, dişi orqanizmin kiçik AB tipli qameti yaşama qabiliyyətinə malik olmazsa, genotip qrupu necə olar? Və deyir, xromosom çarpazlaşması yoxdur. Xromosom çarpazlaşması yoxdursa, onsuz da bu 2 qamet verildi və bu məhv oldu. Dişi də məhv oldu. Deməli, nə yaranacaq? Bundan bu bir dəfə birləşəcək. Bundan da bu bir dəfə və 2 genotip alınacaq. Böyük A, böyük B, böyük B. Bir də böyük A, kiçik A, deməli, böyük B, kiçik B. 2 genotip alınar, 1 fenotip alınar. Buna görə cavabımız 162-də olacaq. B variantı. 163 ilə davam edək. Yenə xromosom çarpazlaşmasında erkək orqanizmin AB tipli qameti yaşamazsa və yenə deyir ki, bizə çarpazlaşma yoxdur. Erkək orqanizm budur. Bu onsuz da çarpazlaşma yoxdursa 2 tip qamet verər. Və verdiyi 2 tip qametdən biri yaşama qabiliyyətini itirməzsə, burada yenə bu fərd bir dəfə bununla çarpazlaşar, bir dəfə də bununla çarpazlaşar. Nə alınacaq? Böyük A, kiçik A, böyük B, kiçik B. Bir də alınacaq kiçik A, kiçik A, kiçik B, kiçik B. Deməli, 2 genotip olacaq, 2 fenotip olacaq. Çünki bu başqa dominantdır. Bu isə resessiv olduğuna görə 2 fenotip olmuş olacaq. Deməli, cavabımıza baxaq. 2 genotip, 2 fenotip cavabımız olacaq 63-də B variantı. 64 ilə davam edək. Dişi fərddə böyük A, kiçik B və kiçik A, kiçik B qametləri əmələ gətirir. Bu fərdin hansı genotiplə erkək fərdlə çarpazlaşmasının alınan nəslindən istər fenotipə, istər də genotipə görə bir nisbət alınır deyir. Baxaq, əgər bu tip qamet əmələ gətirsə, deməli bunun genotipi böyük A, kiçik A, kiçik B imiş.
Və bu hansı fərdlə çarpazlaşarsa, deməli, bir nisbəti alınar. C variantı olacaq. Gəlin amma yoxlayaq. Kiçik A, kiçik A, böyük B, kiçik B. Bu verəcək iki tip qamet. Böyük A, deməli, kiçik B və kiçik A, kiçik B. Bu isə verəcək iki dənə qamət. Yenə böyük A, üzr istəyirəm, kiçik A, böyük B və kiçik A, kiçik B. Bunları bir-bir çarpazlaşdıraq gəlin. Birinci, böyük A, kiçik B-ni kiçik A, böyük B ilə çarpazlaşdırsaq. Harada yer var? Gəlin oradan yazaq. Burada yer var. Böyük A, kiçik A alınacaq. Böyük B, kiçik B. Sonra bununla çarpazlaşdırsam alınacaq böyük A, kiçik A, kiçik B, kiçik B. Sonra bunu çarpazlaşdırsam kiçik A, kiçik A, böyük B, kiçik B. Və ən nəhayət sonda isə kiçik B alınır. Deməli, baxın, həm genotipə görə, həm də fenotipə görə 4 hər biri ayrı-ayrı oldu. Bu olacaq sarı hamar, sarı qırışıq, yaşıl hamar, yaşıl qırışıq. Fenotipə görə 1-1, genotipə görə də 1-1 nisbəti alınmış oldu C variantında. 64-ə baxaq. 64-ə baxdıq, 65-ə baxaq. Deməli, 65-də bizdən nə istəyir? Gəlin baxaq 65-ə. Dişi fərdin yalnız kiçik AB və kiçik A böyük B və kiçik A kiçik B qameti əmələ gətirir. Deməli, dişi fərdin genotipi kiçik A, böyük B, kiçik B genotipinə malik imiş. Bu fərd hansı genotipli erkək fərdlə çarpazlaşarkən əslində bir nisbəti alınar? Baxaq, bu D variantı uyğun gəlir ancaq burada. Gəlin, yenə bunu da yoxlayaq. Deməli, bu verəcək kiçik A, böyük B qameti. Bu isə həm də kiçik A, kiçik B qameti. Bu isə verəcək böyük A, kiçik B, kiçik A, kiçik B qameti. Baxın, bu bir dəfə, gəlin bunları yenə çarpazlaşdıraq. Alınacaq böyük A, kiçik A, böyük B, kiçik B qametləri bir-birinə vursam. Yəni, bunu bir dəfə buna vuracam, bir dəfə də buna vuracam. Alacam, deməli, ikinci fərdi kiçik A, böyük B, kiçik B. Onu vurdum, indi keçirəm kiçik A-ya, B-yə. Böyük A, yenə kiçik A, kiçik B, kiçik B, kiçik A, kiçik A, kiçik B, kiçik B. Baxın, həm fenotipə görə, həm də genotipə görə fərqli oldu. Bu olacaq sarı hamar, yaşıl hamar, sarı qırışıq, yaşıl qırışıq. Və 4 fenotip, 4 dənə də genotip alınmış oldu. Deməli, cavabımız olacaq 165-də D variantı. 166 ilə davam edək. 166-da isə yenə deyir ki, bu fərqlərin çarpazlaşmasından əmələ gələn fenotip müxtəlifliyin, genotip müxtəlifliyin nisbəti necə olar və xromosom çarpazlaşması yoxdur. Xromosom çarpazlaşması yoxdursa, bu iki tip qamet verər, bu da iki tip qamet verər. Və alınan fərqlərin gəlin buradan yazaq. Bu iki tip qamet verərsə, alınacaq bir böyük A, böyük B, böyük D qameti. Bir də kiçik A, kiçik B, kiçik D qameti. Digər fərddə yenə verəcək böyük A, böyük B, böyük D qameti və kiçik A, kiçik B, kiçik D qaməti. Çünki xromosom çarpazlaşması yoxdur, yəni crossing over yoxdur. Və mən bu fərdləri bir-bir çarpazlaşdıracağam. Birinci böyük ABD-ni böyük ABD ilə çarpazlaşdırsam, alaram böyük A, böyük A, böyük B, böyük B, böyük D, böyük D. Sonra kiçik ABD ilə çarpazlaşdırsam, alaram böyük A, kiçik A, böyük B, kiçik B, böyük D, kiçik D. Sonra kiçiklə çarpazlaşdırsam, eyni şəkildə bu genotip alınacağı üçün qarşısında 2 yazsam kifayətdir. Bir də kiçik ABD-ləri bir-birinə çarpazlaşdırsam, alaram kiçik A, kiçik A, kiçik B, kiçik B, kiçik D, kiçik D. Deməli, burada biz neçə genotip görürük? 3 genotip. Bəs neçə fenotip görürük? 2 fenotip. Çünki bax, bu hər ikisi tam dominantlıq olduğuna görə bir fenotip sayılacaq. Bu da bir fenotip sayılacaq. Ona görə 2 fenotip. Genotip olaraq isə bu başqa genotipdir. Bu başqa genotip, bu da başqa genotip oldu. Deməli, cavabımız 166-da olacaq 2 fenotip, 3 genotip cavabımız olacaq A variantı. 167 ilə davam edir. Çarpazlaşma zamanı nəsildə alınan fenotip müxtəlifinin genotip müxtəlifliğinə nisbəti necə olar? Bütün genlər üzrə tam dominantlıq var. Və burada artıq xromosomlar sərbəstdir, ilişikli deyil. Burada neçə heterozigot görürük? 3 heterozigot görürük. Düzdürmü? Hər birində. Bizə nə deyir? Fenotip müxtəlifliğinin genotip müxtəlifliğinə nisbəti. Baxın, böyük A, kiçik A. Böyük A, kiçik A ilə çarpazlaşarkən 3 fenotip verirdi. Gəlin burada yazım. 3 genotip verirdi, 2 fenotip verirdi. Eynilə böyük və kiçik B ilə, böyük və kiçik B ilə çarpazlaşarkən yenə 3 genotip verirdi,
2 fenotip verirdi. Həmçinin D'lər də bir-birinə çarpazlaşarkən 3 genotip, 2 fenotip verirdi. Ona görə bunları bir-birinə vursaq, 3-ü 3-ə vuraq 9, 9-u 3-ə vuraraq 27. Deməli, burada 27 genotip, 2-ni 2-yə vuraram 4, 4-ü də 2-yə vuraram 8, 8 dənə də fenotip var. Bizə də fenotip müxtəlifliyin genotip müxtəlifliyin nisbətliyinə görə 8, 27 olacaq. Sonra 168 ilə davam edək. 168-də bizdən nə istəyir? Dovşanın tükünün boz rəngi ağ rəng üzərində dominantdır. Və cərrahiyyə üsulu ilə, baxın, boz rəng dominantdırsa, mən bura yazıram, boz, böyük A. Ağ rəng isə resessivsə, kiçik A yazıram. Və deyir ki, cərrahiyyə üsulu ilə ağ rəngli dişi dovşanın yumurtalıqları boz rəngli homozigot dovşanın, homozigot, yəni böyük A, böyük A. Boz rəngli homozigot dovşanın yumurtalıqları ilə əvəz olunmuşdur. Baxın, deməli, əgər bu boz rəngli dovşanın, daha doğrusu ağ rəngli dişi dovşanın yumurtalığı boz rəngli dovşanın yumurtalığı ilə əvəz olunubsa, deməli, ağ rəngli dovşanın genotipi, yumurtalığın genotipi olacaq böyük A, böyük A. Və bu dovşanı ağ rəngli, həmin bu boz rəng olan yumurtalığı ilə dəyişən ağ rəngli dovşanı, ağ rəngli erkək dovşanla çarpazlaşarkən erkəklər də dedik ki, resessivdir. Bunların çarpazlaşmasından alınan balalar deyir hansı rəngdə olacaq? Alınan balalar hər biri böyük ya kiçik genotipli olacaq və tam dominantlıq olduğuna görə hamısı boz rəng olmuş olacaq. Cavab olacaq deməli A variantı. Sonra 69 ilə davam edək. 69-da isə qeyri-tam dominantlıq şəraitində genotipi müəyyən etmək üçün analiz edici çarpazlaşma aparmağa ehtiyacı varmı? Analiz edici çarpazlaşma qeyri-tam dominantlıqda lazım deyil. Nəyə görə? Çünki onsuz da böyük A, böyük A'lar bilirik ki, qırmızıdırsa bir çiçək, bilirik ki, bunun genotipi dominant, homozigotdur. Yox, əgər çəhrayıdırsa, bilirik ki, bunun genotipi heterozigotdur. Yox, əgər kiçik-kiçik, yəni ağ rəngli çiçəkdirsə, bilirik ki, bu resessiv homozigotdur. Ona görə biz analiz edici çarpazlaşmanı qeyri-tam dominantlıqda apara bilmərik. Deməli, cavabımız olacaq A, yoxdur. Çünki fərdin heterozigotluğu fenotipdə üzə çıxır. Yəni, hər bir heterozigotun özünün rəng əlaməti olmuş olur. Deməli, davam edirik 170-dən. 170-ə baxaq. 170-də bizə nə deyir? Tam dominantlıq şəraitində genotipi müəyyən etmək üçün analiz edici çarpazlaşma aparmağa ehtiyac varmı deyir? Əlbəttə ki, var. Çünki həm böyük ya kiçik ya, həm də böyük ya genotipli fərqlərin fenotipi eynidir. Yəni, bir-birindən fərqlənmədiyi üçün biz analiz edici çarpazlaşma aparmalıyıq. 171-ə baxaq. Bir xromosomda yerləşən genlərin ardıcıllığı verilmişdir. Genlər arasındakı Krassin-Gover faizini nəzərə alaraq düzgün mühakiməni müəyyən edir. Baxın, gəlin bir dənə xromosom çəkək. Deyir, ay ən çox haradadır? A ilə D arasında. Biz demişdik axı ki, xromosom çarpazlaşması məsafə ilə düz mütənasibdir. Əgər bunların arasında deməli 30% varsa, bunlar deməli bir-birindən daha uzaq yerləşirlər və bunlar arasında Krassin-Gover olma ehtimalı daha çox olacaq. Sonra baxaq, ikinci ən çox olacaq D ilə C arasında. Deməli, D-ni mən C ilə ən maksimum aralıq yerləşdirməliyəm. Sonra baxıram, B ilə D arasında 15. Deməli, B ortadaymış. Çünki onlar arasında 15%dir. A ilə B arasında da yenə 15%dir. A ilə C arasında da nə oldu? 10% olmuş oldu. Bunu əsasən mən tapmalıyam. A-da deyirik, bu genlərin ardıcıllığı A, B, C deyilir. Xeyr, səhvdir. Və deyir ki, A ilə B arasındakı Krassin-Gover ehtimalı A ilə D arasındakindən çoxdur. Xeyr, ən çox A ilə D arasındadır. Çünki məsafələr daha çoxdur. C-də A ilə D arasındakı Krassin-Gover ehtimalı daha azdır dediyinə görə C-ni də səhv götürəcəyik. Bu genlərin ardıcıllığı A, D, B, C-dir. Xeyr, belə deyil. B ilə C arasındakı Krassin-Gover ehtimalı daha azdır. Bəli, onlar bir-birinə yaxın olduğuna görə bunlar arasındakı Krassin-Goverin ehtimalı daha az olmuş olacaq. 72-də də eyni şəkildə həminkidir. Yenə yad çəkək bunu. Və genlər arasında ən çox A ilə Y arasındadır. Ona görə mən A ilə Y-ni maksimum aralı qoyuram. Sonra Y ilə C arasındadır. Yenə C-ni bura yerləşdirirəm. Və B ilə A arasında və B ilə Y arasında 10%dir. B-ni isə ortaya yerləşdirmiş oldum.
Aynen C arasında da 8% olmuş oldu. Baxaq indi hansı doğrudur. Aynen C arasındakı crossover ehtimalı B ilə C arasındakindən azdır deyir. Əksinə daha çox olacaq. Ondan C ilə B daha az olacaq. Deməli ona görə A səhv oldu. Baxaq, B-də deyir aynen Y arasındakı crossover ehtimalı azdır. Xeyr, ən çoxdur. C-də B ilə C arasındakı crossover ehtimalı daha azdır. Bəli, onlar bir-birinə daha yaxın olduğuna görə onlar arasındakı crossover daha az olacaq. D isə ardıcıllığı səhv verdiyinə görə səhv olmuş olacaq. Həm D, həm də Y. 73 ilə davam edək. Əgər xromosomda A və B genləri arasındakı crossover baş vermə ehtimalı 5%dirsə, A ilə B genləri arasında 5% varsa, deməli bunlar bir-birinə daha yaxın yerləşiblər. A ilə C arasındakı isə 10%dirsə, B ilə R arasındakı 2%dirsə, A və K genləri arasındakı isə 3%dirsə, C, K genləri arasında 7%dirsə, bunların ardıcıllığını deyir, tapın. Gəlin baxaq, görə harda daha çox oldu? Ən çox oldu 10% A ilə C arası. Deməli, A ilə C-ni mən maksimum aralı qoyuram. Sonra oldu 7% C ilə K arasında. K-nı C-dən maksimum aralıda yerləşdirirəm. Sonra oldu 5% A ilə B arasında. Gəlin K-nı bir qədər aralı yerləşdirək. Bir saniyə. Aha. K-nı bura yerləşdirsəm. Deməli 5% oldu A ilə C arasında. 5% bir dəqiqə mən burada nəyi? Ən çox hardaydı bizdə? A ilə C arasında. Hə, A ilə B arasında 5%dir. Mən A ilə B-ni görmədim. Deməli, B olacaq A ilə K-nın ortasında. Və B ilə R arasında isə 2%dir. R də buralarda bir yerdə olmuş olacaq. Sonra baxaq, 3% hardaydı? A ilə K arasında, C ilə K arasında isə 7%dirsə, deməli ardıcıllığımız olacaq neçə? Baxaq görək harda hansı cavab uyğun gəlir. Bir saniyə, burada biz düzgün yerləşdirmədik əslində. Bir də çəkək. Ən çox ehtimal 10%dir. Hansılar arasında? A ilə C arasında. Deməli, A ilə C-ni maksimum aralı yerləşdirdim. Sonra C ilə K arasında 7% isə K-nı mən bu hissələrə yerləşdirirəm. Sonra deyir 5%dir. Hansında? Deməli, A ilə B arasında. Deməli, A ilə B arasında 5% isə B-ni bura yerləşdirirəm. Deməli, və mən indi baxıram burada. Mən indi burada baxıram, nəyi axtarıram? K ilə A arasında olanda yazsam, artıq orada tap. Deməli, burada A ilə C arasında 10% oldu. A ilə B arasında 5% olduğuna göre B'ni ortaya koydum. A ilə B'nin sonra burada A ilə K arasında 3% olduğuna göre K'nı buraya yerleştirmiş oldum. Ve sonda ise bakın C ile K arasında 7% olmuş oldu. B ile R birbirine daha yakın olduğuna göre 2% oldu. Sonra ise A ile K arasında da 3% olmuş oldu. Deməli ardıcılığımız hansı uygun gələcək? A, K, B, R ve C olacaq Y variantı. 74 ilə davam edək. 74-də drozofil milçəyinin yuxarıdakı çarpazlaşması zamanı alınan nəsildə valideynlərin fenotipdən fərqli fenotipi fərqlər əmələ gəlməmişdir. Bunu nə ilə izah edə bilərsiniz deyir. Çünki deməli meyozun profazasında sahə mübadiləsi, yəni crossover baş vermədiyinə görə burada valideynlərdən fərqli fərd alınmayacaq. Çünki crossover getmədiyinə görə fərqli qametlər alınmır. 175'te ise bize deyir ki, deməli, drozofil milçənin yuxarıdakı çarpazlaşması zamanı alınan nəsildə valideynlərin fenotipindən fərqli fenotiplər əmələ gələ bilərmi? Əmələ gələ bilər. Nə zaman? Əgər gen sahə mübadiləsi gedərsə, yəni crossover gedərsə, bəli, valideynlərdən fərqli forma əmələ gələ bilər. 76'da yine çarpazlaşma verip bize ve deyir ki bu zaman erkek ve dişi organizminde AB tipli gamet yaşama qabiliyyətinə malik olmasa fenotipik parçalanma hansı olar? Bunlar hər ikisini verdiği gametləri yazsaq böyük A böyük B, böyük A kiçik A böyük B və kiçik A kiçik B. Bu olsun dişi fərdin gameti. Erkek fərd də eyni şəkildə genotipə malik olduğuna göre eyni gametləri verəcək. Bu olsun erkek fərd, bu olsun dişi fərd. Deməli, bunların
hər ikisindədir. Böyük A, B və böyük A, B tipli qamet yaşama qabiliyyətinə malik olmasa. Baxaq indi bunları çarpazlaşdırsaq. Alınır böyük A, böyük A, kiçik B, kiçik B. Böyük A, kiçik A, böyük B, kiçik B. Böyük A, kiçik A, küçük B, küçük B. Böyük A'dır. Sonra digərini çarpazlaşdırırıq. Yenə böyük A, kiçik A, böyük B, küçük B. Küçük A, küçük A, böyük B, büyük B. Küçük A, böyük B, küçük B. Üçüncü fərdi də yazaq, amma yerimiz olmadığına görə aşağıdan yazacağım onu. Deməli, alınacaq böyük A, küçük B, küçük B. Küçük A, böyük B, küçük B ve küçük A, küçük B, küçük B. Deməli, baxaq görək, fenotipə görə parçalanma neçə olacaq? Gəlin indi bunun fərqli rəngdən qeyd edək. Baxaq, burada mən nə görürəm? Fenotipə görə parçalanma necə? Sarı qırışıq 1 ədəd, sarı qırışıq 1 ədəd də burada, 2 ədəd, 1 ədəd də burada. Yəni 3 ədəd yazıram sarı qırışıq. İndi sarı hamarlara baxaq. 1 ədəd sarı hamar, 1 ədəd də burada 2. Başqa sarı hamar varmı? Xeyr, yoxdur. Deməli, 2 ədəd olacaq sarı hamar. Yaşıl hamara baxaq. 1, 2, 3. 3 ədəd də olacaq, deməli, 3 ədəd olacaq yaşıl hamar və 1 ədəd də olacaq yaşıl qırışıq. Deməli, fenotipə görə parçalama oldu 3, 2, 3, 3, 2 və 1. Cavab olacaq 76-da Y variantı. 77 ilə davam edək. 77-də bizdən nəyi soruşur? Deməli, bir saniyə buranı silək. Deməli, nəyi soruşur bizdən? Y variantı oldu. 77-yə baxsaq, deyir, böyük A, kiçiyə böyük və kiçik B fərqləri çarpazlaşma zamanı erkək və dişi orqanizmdə AB, kiçik AB tipli qametlər yaşama qabiliyyətinə malik olmazsa, yenə eyni şəkildə qamet alacaq, kiçik AB-lərin üzərindən xətt çəkəcəyik və sonra onları çarpazlaşdırarkən, bu zaman onları çarpazlaşdırarkən biz deməli 7-1-1 nisbətində fenotipi parçalanma almış olacaq. Gəlin indi istəyirsiniz bunu da baxaq. Yenə eyni şəkildə böyük A, böyük B, böyük A, kiçik B, kiçik A, böyük B və kiçik A, kiçik B qametləri verilir. Bunların hər birini yazaq. Kiçik A, kiçik B. Və həm erkək, həm dişinin bu səfər kiçik AB-ləri yaşama qabiliyyətini itirərsə, bu zaman çarpazlaşdıracağıq və alınacaq, deməli, aşağıda yer var, oradan yazıram. Böyük A, böyük A, böyük B, böyük B. Böyük A, böyük A, böyük B, kiçik B. Və böyük A, kiçik A, böyük B, deməli, böyük B. Sonra alınacaq, deməli, bir saniyə. Aha. Ve ikinci fərdə keçirəm, yəni bunu çarpazlaşdıracağım. Alınacaq böyük A, böyük A, böyük B, kiçik B. Böyük A, böyük A, kiçik B, kiçik B. Və böyük A, kiçik A, böyük B, kiçik B. Sonra üçüncü fərdə çarpazlaşdıraq. Yenə alınacaq böyük A, kiçik A, böyük B, böyük B. Böyük A, kiçik A, böyük B, kiçik B. Və kiçik A, böyük B, böyük B. İndi buradakı gəlin fenotipləri sayaq. Deməli, baxın, sarı hamar 1 ədəd, sarı hamar burada da 1, 2, 3, 4, 5, 6 və 7. Deməli, alındı 7 ədəd sarı hamar. Və burada 1 ədəd sarı qırışıq, 1 ədəd sarı qırışıq, 1 ədəd də yaşıl hamar alındığına görə fenotipə görə parçalanma nə oldu? 7, 1, 1, 1. Sonra yenə devam edək 178-dən. Fərz edək ki, müəyyən bir məməli heyvan növündə X xromosomu ilə ilişikliyə keçən və rüşemin məhv olub sorulmasına gətirən resessiv bir gen var. Bu geni daşıyan dişi fərd ilə həmin genə malik olmayan erkək fərdin çarpazlaşmasından. Deməli, bunun biz hemofiliya kimi baxsaq, əgər bu geni daşıyan dişi fərd dediyinə görə mən X böyük yaş, X kiçik yaş yazıram. Bunların çarpazlaşmasından sağlam fərd dediyinə görə X böyük yaş, Y yazıram. Çünki deyir erkək sağlamdır. Bunların çarpazlaşmasından nə alınacaq? Bir alınacaq X böyük H, X böyük yaş, yəni sağlam qız. Sonra bir alınacaq X böyük H, Y, yəni sağlam oğlan. Sonra bunlardan X böyük H, X kiçik H, yenə sağlam qız. Və sonda X kiçik H, Y, xəstə oğlan. Bizə şərtdə nə deyildi? Baxın, deyir ki, X xromosomu ilə ilişikli keçən və rüşemin məhv olub sorulmasına gətirən resessiv bir gen var. Deməli, bu fərd məhv olacaq. Məhv olarsa nə qalacaq? Bir bu qız, bir də bu qız. Deməli, 2 qız,
bir oğlan. Yani iki dişi bir erkek fərd alınmış olacaq. 178'de cevabımız olacaq Y variantı. 179'a baxaq. Drozofil milçəklərinin boz bədən əlaməti böyük yay ilə, qara bədən əlaməti kiçik yay ilə verilibsə, normal qanad əlaməti böyük B, rudiment isə kiçik B ilə verilib və tam heterozigot fərdin kiçik A, kiçik B genotipli fərdlə çaprazlaşması zamanı Krasingover baş verməsə şəkildəki verilən hansı fərdlər alınır? Krasingover baş verməsə o alınacaq boz bədən, normal qanad, bir də qara bədən, rudiment qanad. Yəni 1-lə 2 alınır. Boz bədən, normal qanad, qara bədən, rudiment qanad alınır. Hansı alınmaz deyirsə, bu zaman alınmaz olanlar 3-lə 4 olmuş olacaq. 180'də erkek bal arasında baş verən mutasiyalar onun birinci nəslindəki həm erkek həm dişilərə ötürülə bilər. Xeyr, çünki erkek bal arıları erkeklərin yaranmasında iştirak etmədiyinə görə erkekləri ötürülməz. Ona görə o cavabları çıxırıq. Yalnız gələcək anarya, tək anarya yox, bütün dişi arılara ötürürlər. Bəli, bütün dişilərə ötürürlər. Yalnız işçi arılara da səhvdir. Çünki həm ana arı, həm də işçi arı hər ikisinə ötürülmüş olacaq. 81 ilə davam edirik. Deməli, bizə deyir ki, aşağıdakı sxemdə böyük A, kiçik B, kiçik B genotipli əmələ gətirdiyi qametlərin hansıları Krasingover nəticəsində əmələ gəlməmişdir? Krasingover nəticəsində əmələ gəlməyən bir bu olacaq, bir də bu olacaq. Baxın, bu birislərdə onsuz da Krasingover işarəsi var. Yəni, xromosomların bir-birindən mübadilə getdiyi onsuz da şəkildə açıq-aşkar görsənir. Ona görə əmələ gəlməyənlər 1 ilə 3 olacaq. 82'də isə Krasingover nəticəsində əmələ gələnlər soruşduğuna görə mən 2 ilə 4'ü götürmüş olacağım. 183'də ilişikli gen qruplarının sayı 16 olan orqanizm üçün yanlış ifadələri müəyyən edin. İlişikli gen haploid sayı bərabərdir. Haploid 16-dırsa, deməli bunun diploid, yəni somatik hüceyrəsi 32 olmalıdır. Baxaq, yanlış ifadə edilir. Qametindəki xromosom sayı 16'dır. Bəli, düzdür. Çünki ilişikli gen qrupu da haploiddir, qametdə haploiddir. Ona görə bu doğru olduğuna görə biz yanlışı seçməliyik, biri götürməyəcəyik. Diploid xromosom dəsti 32'dir, bəli, amma bizə yanlış lazımdır. Haploid xromosom sayı deyir 8'dir, xeyr. 8 olmadığına görə bu yanlış olduğu üçün bunu götürürəm. Bir də somatik hüceyrəsindəki 16 xromosom deyir, xeyr, 16'ya 32 xromosom olmalıdır. 84'də vələmir bitkisinin tez yetişkənlik geni, gec yetişkənlik geni üzərində dominantdır. Baxırıq, deməli, tez yetişəni böyük aynen, gec yetişəni isə kiçik aynen yazıram. Hansı genotipli valideyn formalarının çarpazlaşmasından nəsildə 50%-in növbəti nəsildə parçalanma verə bilən bitki. Parçalanma verən deyirsə, mən heterozigotları nəzərdə tutur. Yəni, 50% heterozigot alınsın. Baxın, burada hamısı 100% heterozigot alınır. Ona görə bunu götürmürəm. 2'yə baxaq. Bəli, burada alınan nəslin 50%, yəni 2'də 1 nisbəti böyük ya kiçik olacağına görə bəli, 50%-i nəsildə parçalanma verə bilər. 3'ə baxaq. 3'də isə 50%-i növbəti nəsildə parçalanma verər. Bəli, burada da. Çünki burada da həm böyük alınır, həm 2 ədəd böyük kiçik alınır və kiçik alınır. Nəslin 50%-i parçalanma verir. Burada da eyni şəkildə nəslin 50%-i alınan fərdlərdə heterozigot olduğuna görə parçalanma verəcək. 5'də isə heç biri parçalanma verməz. Deməli oldu 1, 2 və 4. 185'e baxaq. Krasingover prosesinin getməsi aşağıdakı genotiplərdən hansılarda əmələ gələn qametlərin müxtəlifliyinə təsir göstərər deyir. Baxaq, Krasingoverin getməsi, A-da onsuz da Krasingover getsə də, getməsə də heç bir şey dəyişməz. Çünki bunlar yer dəyişməsə də onsuz da 2 tip qamet verər. Burada isə bəli, Krasingover getsə yeni qametlər əmələ gələ bilər. Yəni böyük ya buraya keçsə, kiçik ya da buraya keçsə fərqli qametlər alınır. Burada da eyni şəkildə mübadilə getsə fərqli qametlər alınmış olacaq. Amma burada onsuz da deməli Krasingover getməz, çünki genlər sərbəst yerləşmişdir. Sonra keçək 86'ya. Sarı rəngli hamar toxumu noxud bitkisi, yaşıl rəngli qırışıq toxumu noxud bitkisi çarpazlaşarsa alınır. Böyük A, kiçik A, böyük B, kiçik B. Bunlar F1 nəsildir. F1 nəsildə bunlar alınır. Bizə F2 nəslində parçalanma soruşur. F2 nəsildə, yəni bunların da özlərinin bir-birindən çarpazlaşmasından F2 nəslində 2 əlamətə görə resessiv bitkilər. 2 əlamətə görə resessiv bitkilər deyirsə, mən bunu ancaq kiçik A, kiçik B-ni götürürəm. Bu da 16'da bir nəsil eləyir.
Bunu faiz olarak tapsaq 1,16-ya bölü 100-ə vurmuş olarıq. Deməli, 187-də noxud bitkisinin monohibrid çarpazlaşması zamanı iki heterozigot formanın çarpazlaşmasından alınan nəsildə fenotipcə valideynindən fərqli formalar neçə faiz təşkil edir? Valideynindən fərqli formalar, deməli, fenotipcə valideynindən fərqli forma deyirsə, yəni böyük ya kiçik yanı böyük ya kiçik yana çarpazlaşdırsam, alaram böyük ya böyük ya, 2 ədəd böyük ya kiçik ya və kiçik ya kiçik ya. Bunların hər ikisi sarı rəngdir. Əmələ gələn noxudların 4də 3-ü sarı, biri isə yaşıl olduğuna görə valideyn fenotipindən fərqli 25% olacaq. 88-ə baxsaq, müsbət rezus geni dominantdır, mənfi rezus geni isə resessivdir. Müsbət rezuslu valideynlərin mənfi rezuslu uşağı anadan olubdur. Deməli, əgər müsbət rezuslu valideynlərdə mənfi rezuslu uşaq anadan olubsa, deməli, bu valideynlərin hər ikisi rezus amilinə görə heterozigot uyumur. Yəni, bunlarda belə yazsaq, x-in üzərində böyük R, ananın qan qrupunu yazıraq. Anada daşıyıcıdır. Atanı da yazsaq bura x yenə böyük R, y kiçik R. Deməli, ata da daşıyıcıdır. Yəni, mənfi rezus genini daşıyan valideynlərdir. Bunların çarpazlaşmasından nə alınacaq? Bir alınacaq x böyük R, x böyük R. Bir alınacaq yenə x böyük R, y və sonra alınacaq x böyük R, yenə x kiçik R və x kiçik R, y kiçik R. Deməli, 188-də bizdən nəyi soruşurdu? Ailədə belə uşağın doğulma ehtimalı. Yəni, mənfi rezuslu doğulma ehtimalı oldu, baxın, 4də 1, yəni 25%. 25% olmuş olacaq. 189-da yenə noxud bitkisində 2D heterozigot formal çarpazlaşması zamanı alınan nəsildə genotipcə valideyndən fərqli formalar neçə faiz? Genotipcə dediyinə görə, baxın burada, yuxarıda yazmışdım. Genotipcə valideynə oxşar 2 dənədir. 2 dənə böyüyə kiçiyə. Amma həm böyüyə, həm də kiçiyə valideyndən fərqli forma olduğuna görə 50% deməli valideyndən fərqli forma olacaq. Genotipcə deyir, bir saniyə. 2D heterozigot deyilmiş, o gözündən qaçdı. 2D heterozigot olsa fərqli olacaq. Amma monohibriddə isə dediyim kimi 50% olardı. Gəlin də bunu sileyim. Mən burada aydın, rahat onu yazaq. Əslində yazmağa ehtiyac yoxdur. Çünki 2D heterozigot formada genotipcə valideyndən fərqli. Genotipcə 16-dan 4-ü böyük ya, kiçik ya, böyük B, kiçik B olurdu. Deməli, valideyndən fərqli forma olacaq 12 ədədi. 12 isə, deməli, 16-da 12-ni faizdən 100-ə vurarıq. Taparıq ki, burada bu da təxminən 75% eləyəcək. Deməli, valideyn formadan fərqli formalar 12 ədəddir. O da 16-dan 12-si isə faizdən tapanda 75% eləyəcək. 190-a baxaq. Pişiklərdə tükün qara rəngi geni, kürən rəng geni, qısa tük isə uzun tük geni üzərində dominantlıq edir. Gəlin indi bunu yazaq, baxaq. Əgər qara rəng yazsaq bura qara rəng. Dominantdırsa böyük A ilə yazıram. Kürəndirsə kürən, kiçik A ilə yazıram. Və qısa tüklü geni də uzun tüklü geni üzərində dominantdır. Yenə qısanı yazıram. Böyük B. Uzun tüklü isə yazıram. Deməli, uzun tüklü isə yazıram kiçik B ilə. Çünki resessivdir. Hər iki cüt əlamətə görə heterozigot olan fərdin ikinci cüt əlamətə görə heterozigot olan kürən tüklən. Gəlin yazaq, burada aşağıda yer var. Deməli, hər iki cüt əlaməti görə heterozigot dediyinə görə yazıram. Böyük ya, kiçik ya, böyük B, kiçik B. Fərdin biri hər iki əlamətə görə heterozigotdur. Digər fərd isə ikinci cüt əlamətə görə heterozigot olan kürəndir. Kürən necə idi? Kiçik A-lar. Kiçik A, digər əlamətə görə isə heterozigotdursa deyir. Deməli, 190-da tapdıq, fərdlərin genotipini tapdıq. Alınan nəslin hansı hissəsi uzun tüklü kürən olar? Gəlin indi baxaq. Bu verəcək böyük ya, böyük B. Böyük ya, kiçik B. Bir saniyə. Deməli, böyük ya, böyük B. Böyük ya, kiçik B. Kiçik A, böyük B. Kiçik A, kiçik B. Bu isə verəcək kiçik A, böyük B və kiçik A, kiçik B qaməti. Bunları bir-bir çarpazlaşdıraq. Böyük A, kiçik A, böyük B, böyük B. Böyük A, kiçik A, böyük B, kiçik B. Sonra böyük A, kiçik A, böyük B, yine kiçik B. Sonra böyük A, kiçik A, kiçik B, kiçik B. Kiçik A, kiçik A,
Böyük B, böyük B. Sonra küçük a, böyük B, küçük B. Sonuncuları da çarpazlaştırsam yine alaram küçük a, böyük B, böyük B ve küçük a, küçük B, küçük B. Deməli, nesildə neçə fərd alındı? 8 fərd alındı və 9-a baxırıq. 9 yazım. Deməli, nəsildə neçə fərd aldım? 8 fərd aldım. Neçəsi uzun tüklü kürən? Uzun tüklü kürən olması üçün kiçik B və kiçik A'lar olmalıdır ki, o da nəsildə baxın 8-də cəmi bir fərddə olacaq. Bu da 8-də 1-i taparıq və 100-ə vurarıq və faiz etibarı ilə taparıq 12,5% eləyər o da. 91-ə baxaq. Deyibli çarpazlaşmalarına iki əlamətə görə deməli, heterozigot fərdin öz aralarında çarpazlaşması zamanı alınan bir əlamətə görə homozigot fərdlə ümumi nəslin neçə faizini təşkil edir? Baxın, deyibli çarpazlaşma zamanı iki əlamətə görə heterozigot fərd dedik ki, 4 ədəddir. Yəni, böyük A, kiçik A, böyük B, kiçik B 4 ədəddir. Bir saniyə, harada iki əlamətə görə heterozigot fərdlərin öz aralarında çarpazlaşmasından bir əlamətə görə homozigot fərdlər deyirsə, bunlar eləyəcək deməli 8 ədədi. Bunu istəmirmiş məndən. Məndən bir əlamətə görə homozigot fərdləri soruşursa, deməli bu 16-dan 8-i eləyir. Bayaq buna uyğun bir məsələ yazdıq və onu da mən 100-ə vurmaqla taparam. O da eləyər neçə faiz? 50%. Sonra 192 ilə davam edək. Tutaq ki, drozofil milçəyinin hər bir xromosomda 100 geni var. Drozofil milçəyinin 2 eni 8-dir. Hər xromosomda 100 gen varsa, 8-i 100-ə vuraram, 800 dənə gen. Və bu genlərin deyir 5% resessiv mutasiyaları varsa, 800 geni 100%dirsə, bəs bunun 5%, yəni mutasiyalar olan faizini tapmaq üçün belə bir tənasüb quraram. 800-ü 5-ə vurub 100-ə bölərəm. O da eləyər təxmini deməli 40 ədəd. Deməli olacaq neçə? Mutasiyaya uğrayan genlərin sayı olacaq 40. 193-də isə deyir, ata və ana şizofreniya xəstəliyinə görə heterozigot olarsa, böyüyə kiçiyə yazaram ana ilə atanı. Alarıq burada böyüyə 2 ədəd böyüyə kiçiyə və 1 ədəd kiçiyə. Və bu ailədə homozigot sağlam uşaqların doğulma ehtimalı deyirsə, homozigot sağlam uşaqların doğulma ehtimalı 193-də 4-də 1-dir, yəni bu da sağlamdır. Amma mənə homozigot sağlam dediyinə görə mən 4-də 1-ini götürürəm. Yəni bu da eləcə faiz nə desək 25%. Belə. Genetikanın birinci bölməsinin testlərinin hamısını izahını vermiş oldum. Belə uşaqlar, sağ olun. Kimin nə sual olsa yenə yazar. Və kanala abunə olub bəyənməyi unutmayın. Sağ olun.